Salam, hər vaxtınız xeyirli olsun, dəyərli traderlərimiz. Bu gün isə texniki analiz göstərəcəm valyutalarla bağlı, həmçində kriptovalyuta ilə qızıla da baxarıq. Bu gün ayın 9-udur, aprelin 9-u 2025-ci ildir. Başlamaq istəyirəm euro-dollarla. Euro-dollar bizdə ümumiyyətlə bu günlük qrafikdir, görə bilərsiniz. Çox impulslu artımdan sonra müəyyən dərəcədə bir eniş gözləyirdim ondan və o ki, eniş də özünü çox yaxşı da doğrultdu. Çünki çox traderlər elə başa düşürdülər ki, yəni qızıl euro-dollar daha da artımla davam edəcək. Lakin bazara çox müşahidə eləmişəm. Nəyi müşahidə eləmişəm? Hər hansı alət, fərq yoxdur, euro olsun, funt olsun, çox güclü artımdan sonra müəyyən dərəcədə bir enerji toplamalıdır, yəni korreksiya olmalıdır. İstəyir artım olsun, istəyir eniş olsun. Euro-dolların düşünürəm ki, enişi davam edəcək. Çünki burada bizdə artım üçün hal-hazırda heç bir lazım struktura yoxdur. Ona görə də işin davam edəcəyini gözləyirəm bu səviyyələrə qədər. Təxminən bizdə bu səviyyə gəlir düşür 1.07 31-ə və buradan sonra artımının görə bilərik. Keçən növbəti aləti göstərəm sizə, Bitcoin-i. Bitcoin bu günləri alışına əməliyyat açdım. Nəyə görə? Çünki Bitcoin ümumiyyətlə öz tarixi maksimumlarını yeniləyəndən sonra 100 mindən də artıq oldu, mən bilən 110-a qədər artdı. Ondan sonra dediyim bir korreksiya olundu. Yəni bu təbii ki gözlənilən bir şeydir. Çünki bütün belə deyim traderlər kim başlayıbsa və yaxud da ki kim yəni bu maliyyə bazarına yenidirsə, onlar Bitcoin-i alıb saxlayıblar, elə başa düşürlər ki, Bitcoin xəbərlərdən də oxuyublar, yəni 1 milyona kimi arta bilər. Yəni bu belə deyim, bu fantastik bir şey. Yəni bunun artımını o civarların bəlkə görməyə də bilərik, görə də bilərik hansısa bir illərdən sonra, yəni 10 illərdən sonra görə bilərik bəlkə onu. Yəni hal-hazırdakı bir vəziyyət, hal-hazırdakı bazarda yəni 1 milyonun Bitcoin artırması bu mümkün bir şey deyil. Çünki birinci növbədə belə desək, bir belə deyim, sıfıravoy valyuta deyil də, yəni olmayan bir şeydir. Blockchain-in üzərində qurulub, yəni olmayan bir valyutadır. Ona görə də düzdür, milyardlarla dollar oborotu var. Ona da ki, elə düşünürəm ki, çeşitli pulların yolması üçündür bu sistem yaradılıb dünya üzərində. Ona görə belə sürətli artımına yönləndirilir. Bitcoin belə deyim, tarixi maksimumlarını yazandan sonra gördünüz, yəni eniş kifayət qədər oldu. Təxminən gəldi minimum yeniləndi 1.74-lərdə, 74 minlərdə. Bitcoin nəyə görə alış verdim, onu izah edəcəm mən sizə. Baxın, deyək ki, belə bir səviyyəmiz var bizdə. Buradan eniş eləyib, texnik olaraq 76 yarımlara qədər. Ondan sonra artım oldu. Artımı isə minimum, həmin bu minimum yenilənib. 74 yarımlarda. Lakin qiymət gözünüz birinci dəfə, sonra ikinci dəfə yeniləndən sonra yenə də bizdə belə bir kölgə göstərir və bu səviyyəni, bu diapazonu qıra bilməyib. Ondan sonra artıma başlanır. Düşünürəm ki, ümumiyyətlə Bitcoin bu diapazondan bu diapazona hərəkət edir.
Yəni burada maksimum olur, burada minimum olur. İndi düşünürəm ki, Bitcoin həmən bu minimumdan maksimum kimi artım edəcək. Və ondan daha da yuxarıları ola bilər. Yaxud ki, bu maksimumdan sonra yenə də burada eniş oluna bilər. Necə olacaq onu biz bilə bilmərik. Sadəcə olaraq biz analizimiz uyğun hərəkət edirik. Keçək Kanada dollarına. Kanada dollarında mən satış vermişəm. Qapalı qrup abunəçilərlə bir yerdə satışlarım. Mənim qapalı qrupum da var. Siqnal qrupu da var. Bütün siqnallar orada paylaşılır. Yəni bu Bitcoin olan siqnalı, bu Kanada dolları olan siqnalı hamısı orada paylaşılır. Yəni görürsünüz kimi böyük bir lotla ticarət olunmur. 0.1 lotla buradadır. Bitcoin da 0.06 lotlandır. Balaca bir lotla çalışır, böyük bir məbləğ götürür. Yəni bizim Bitcoin-la bağlansa burada bu əməliyyatımız 200 dollar eləyir. Bitcoin da isə bağlansa belə 652 dollar eləyir. Kim qapalı qrupa abunə olmazsa mənimlə əlaqə saxlasın Telegramın üzərində. Mən sizə şərtləri izah edərəm. Keçən Kanada dollarını izah edeyim. Texniki olaraq bizdə Kanada dolları maksimum yazır. Yəni tarixi maksimumdur. Bəli, tarixi maksimumdur. Ondan sonra bizdə müəyyən enişlər başlanır. Eniş birinci olaraq oldu bizdə 1.41 yarımlara qədər. Ondan sonra müəyyən artım oldu və növbəti belə deyim eniş başlanında bu həmən bu səviyyəni qırdı bizdə. Yəni düşünürəm ki, bu səviyyə qırılıbsa bizdə eniş yenə davam edəcək. Bu səviyyəni öldürüb və təxminən bu səviyyələrə eniş olunacaq. Çünki bu səviyyə çox güclü səviyyədir. Qoysaq bunu bura. Həm buradan özünüz yaxşı doğrulduq. Görürsünüz, nə qədər eniş olunub. Başda 53 punkt eniş olunub. Həmçində artım üçün də görürsünüz, artım qırıb keçib, təzən buna test olunub və maksimum yenilənib. Mən elə düşünürəm ki, bura qədər eniş olunub, təzdən bizdə artıma başlanıla bilər. Kanada dollar. Frank göstərimizdə frank bizdə həftəlik qrafikdir. Görürsünüz, weeklydir. Həftəlik. Çox belə deyim, frank ümumiyyətlə 22-ci ildən bu ilə qədər bizdə bir kanalın bu diapazonun içərisində ticarət olunur. Görürsünüz, buradan maksimum minimum, buradan təzə maksimum, təzə minimum, təzə maksimum, təzə minimum oldu. Mən indi düşünürəm ki, niyə də tarix yenidən təkrarlanmasın, təzədən bura bizdə maksimum kimi artım ola bilər. Düzdür, bu həftəlikdir, bunun reallaşması üçün bir neçə ay ola bilər, yəni 2 ay, 3 ay davam edə bilər. Yəni, mən sizə məsləhət görərəm ki, belə bir əməliyyatlarda ticarət edəcək, skalpingin başını buraxasınız. Skalping ümumiyyətlə ticarət üsulu deyil, pul itirmək üçün nəzərdə tutulub həmən strategiya var. Həm psixoloji cəhətdən sizə yaxşı olacaq, həm də ki, ticarət üsulunuz da düzələcək. Tez-tez əməliyyatlara girməyəsiniz, həmçində mənfilərinizi biləsiniz nə qədərdir, müsbətlərinizi biləsiniz nə qədərdir. Frank, yəni deyim, artım bu kanalın belə deyim, diapazonun maksimum kimi artım ola bilər. Düzdür, bu belə həmişə davam etməyəcək. Haradasa Kanada, frank daha doğrusu istəyirəm. Bunu yəni yuxarı qırıb keçməlidir, ya aşağı qırıb keçməlidir. Əgər yuxarı qırıb keçsə, onda bizdə yeni belə deyim, əməliyyatlar başlanılacaq, yəni alış üçün. Əgər yox, qırıb keçməsə, eniş başlanılsa, belə bir eniş dalğası geçsə, onda bizdə retest zamanı, düzdür, yenə deyəm, bu qrafik bir neçə aylıqdır, olacaq yayın axırına kimi davam edə bilər. Eniş olunsa, buradan bir kanal qırılıb, davam edə bilər eniş bizdə. İşte qızıla. Bizdə qızıl bu günləri qapalı qrupda qəşəng siqnal dərc eləmişdim. Həm
belə deyim, alışında çox yaxşı pul qazandıq, həm satışında. Alışında bu günlər tezdən, yəni saat səhv eləmirəmsə 10 radələri olardı. Qapalı qrupa siqnal dərc olundu. 30-31-lərdə biz bu 500 85-də 80 səhv eləmirəmsə take profit idi. Biz bu 550 punktu çox rahatçılıqla götürdük. İndi isə təzədən həmin səviyyədən limit siqnalı yerləşdirdik və çox ideal şəkildə görürsünüz necə özünü doğrultdu və eniş başlandı. Qızılın həmçində bu maksimumları oldu. Yəni bu Trump'ın bu çıxışından sonra qızıl görürsünüz sürətli dərəcədə eniş oldu. Baxın, adicə buradan artım oldu bizdə 14 şamda və belə deyim 210 punkt oldu. Üzr istəyirəm 210 punktdur bəli. Yox, 22.000 punkt oldu. Amma eniş isə Trump'ın çıxışından sonra bu müharibə elan elədi bütün dünyaya. O oldu, eniş bizdə 3 şamda oldu. Gözü 1, 2, 3. Amma artım isə 14 şamda oldu. Yəni belə bir kəskin hərəkət, düşünürəm ki, o davam edəcək, enişdir. Həmçinin yenə vurğulamaq istəyirəm, bir alət hansısa qalxırsa, onun növbəti dəfə qalxması üçün müəyyən dərəcədə bir vaxt lazımdır, enerji lazımdır, belə deyək də, loru dilinə yürüməsi üçün. Düşünürəm ki, yenə belə eniş olunub bu səviyyələrə. Burada ümumiyyətlə, belə bir alıcı diapazonda var, çox gözəl. Belə bir alıcı diapazon da var. Bu günlükdür. Və bu alıcı diapazondan sonra yenə də qızıl düşünürəm ki, maksimumları yenilənəcək. Hal-hazırda yəni qızılın alışı üçün yəni əməliyyatlardan uzaqdır. Ancaq satışdadır. Biz yuxarılardan açmışıq, yəni bizim əməliyyatımız 200 punktdan aşağı 200 punktdan irəliyib, hal-hazırda əməliyyat açmağımız biraz sərf eləməyə bilər. Bizdə növbəti əməliyyatımız neftdədir. Neft çox yenə kəskin enişlər olundu dünənləri. Mənim burada satışım var idi, alışım var idi, üzr istəyirəm. Burada belə bir artım olanda bağlamamışdım. Take profitim burada yerləşmişdim. Burada məndə stop loss idi. Dünənlər qiymət gəldi, stop lossdan bağladı məni. O təbii bir şeydir. Yəni bazarda stop loss da olur, take profit da olur. Sadəcə o riskləri idarə eləmək və onu qorumaq lazımdır. Yox, burada misal üçün 2% itirmək üçün bu əməliyyatdan 5% pul qazanmaq olur. Yəni də 5% profitdə 2% stop loss olanda 3% yenə də plusda olur. Yəni ticarət üsulu belə qururam mən. Neftin ümumiyyətlə belə deyim, mən enişini gözləyəcəm, yəni artım burada hal-hazırda söz gedə bilməz belə bir enişdən sonra. Sadəcə bu korreksiyadır. Çünki belə bir enişlərdən sonra müəyyən dərəcədə bir korreksiya olunmalı. Növbəti enişdir. Bir şey göstərəcəm, baxın. Evroda bəli, baxın, Evroda həmin gözsüz vəziyyət yaranıb burada. Evroda eniş elədi, korreksiya olundu, təzədən eniş olundu. Həmçində burada da gözsüz eniş olundu, korreksiya, təzədən eniş olundu. Ona görə düşünürəm ki, korreksiya olunub təzədən bizdə belə bir minimum yenilənəcək. Ondan sonra bizdə belə artım görə bilərik. Görək, indi bizdə enişimiz Evro ilə neft olacaq, yoxsa yox. Yəni, neftin hal-hazırda bu səviyyələrə kimi korreksiya olunub. Buradan sonra enişini görə bilərik. Əziz, dəyərli treyderlərimiz, bugünlük bu qədər.
yenə vurğulamaq istəyirəm. Mənim qapalı qrupum var, siqnal qrup var. Orada belə bir siqnallar dərc olunur. Yəni görürsünüz bu neftin artımına, qızılın enişinə, sonra evron enişinə. Bunlar hamısı siqnallar orada bizdə dərc olunur. Yəni kim abunə olmaq istəsə, ya ticarətini düzəltmək istəsə, pul qazanmaq istəsə, Forex-dan mənimlə əlaqə saxlayıb sizi qapalı qrupun şərtlərini izah edərəm. Bugünlük bu qədər. Sağ olun, salamat qalın. Sizə bol-bol ticarətinizdə uğurlar arzu edirəm. Yaxşı take profitlər qazanasınız və stop losslarınız az olsun. Sağ olun, salamat qalın.